Ölkədə dərman vasitələrinin qiyməti necə tənzimlənir? Ölkəmizdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin yuxarı həddi Tarif Şurası tərəfindən tənzimlənir. Belə ki, hər hansı bir dərman vasitəsinin qiymətinin yuxarı həddi 10 manat olaraq təsdiqlənirsə, həmin dərman vasitəsi maksimum 10 manata yaxud daha aşağı qiymətə satıla bilər. Tənzimlənmiş qiymətlərdən yuxarı qiymətə satışa görə isə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Tənzimləmə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən xarici referans qiymət yanaşması metodu ilə həyata keçirilir. Beynəlxalq təcrübədə geniş yayılan mütərəqqi tənzimləmə üsuluna görə eyni dərman vasitəsinin başqa ölkələrdəki qiymətləri müqayisə edilir və daha sonra ölkə daxili yuxarı hədd müəyyən olunur. Yeni dərman vasitələri dövlət qeydiyyatına alındıqca onların qiymətlərinin yuxarı həddinin tənzimlənməsi ilə əlaqədar müraciətlərə mütəmadi olaraq baxılır.